mövzusuna. Baxırıq zaman zərfimizə. For a week deyir. For a week indiki bitmiş davam edici zamanın zaman zərfidir. O da bir dənə C variantındadır. Bəs nəyə görə? Burada çoxu C və Y variantı arasında qalmışdı. C və Y variantı. My friend and his cousin. Mənim dostum və onun əmisi uşağı deyirsə, söhbət 2 nəfərdən gedir. 2 nəfərdən getdiyinə görə Y variantı yox, cavabımız olacaq C variantı. 8-ci sualda match the given words to their definitions. Donate, value, defend. Bizdən düzgün definitionu soruşur. Donate iyanə vermək, pul bağışlamaq deməkdir. Baxa görək hansına uyğun gəlir. To give something especially money to people in need. Bəli, ehtiyacı olan insanlara pul və ya nəsə bağışlamaq bir B variantı olacaq. A, B, D variantı getdi. İkinci, value nədir bəs? Value, dəyər vermək. To value, dəyər vermək. To think that somebody or something is important. Düşünürsən ki, bir kəs və ya bir şey important, vacibdir. Bəli, bu dəyərin definitionu ola bilər. 2C variantı. 2C. 3-də isə defend nədir? Defend müdafiə etmək. Müdafiə etmək to protect. Bu da qorumaq. Kimisə və ya hər hansı bir şeyi against attack, bir hücuma qarşı qorumaq olacaq 3A variantı. Cavabımız oldu Y variantı. 9-cu sualda isə düzgün zaman formasını soruşur. Düzgün zaman forması biz baxacağıq zaman zərfimizə. Next Sunday, gələn, belə deyək, bazar günü. Bu olacaq nə? Gələcək zaman. Bir dənə gələcək zamanımız var, o da D variantı. Onda plural nouns soruşur. Cəm isimlər. Progress təkdədir. Knowledge təkdir. Food, sonra person təkdədir. Cavabımız olacaq D variantı. Woman kökündən dəyişib. Trousers isə həmişə cəmdə olan isimlərə aiddir. 11-ci suala baxırıq. Choose the correct option. Düzgün variantı seçmək lazımdır. Bu aiddir article mövzusuna. A və children go to school olacaq təbii ki. Bizim uşaqlarımız məktəbə gedir. Orada heç bir təyin edici işlənməyəcək. A, D, C variantı getdi. Baxırıq by bus. İndi dedik ki, bydan sonra nəqliyyatlar gələrsə, əgər nəqliyyatla harasa gedirəm deyirsənsə, o zaman bydan sonra heç bir article verməyəcəksən. By bus, by train, by car olacaq. Amma əgər demək istəyirsən avtobusun yanında, maşının yanında, qatarın yanında demək istəyirsənsə, o zaman by the bus deyəcəksən. Burada təbii ki, uşaqlar məktəbə avtobusla gedir deyir. Avtobusla gedir deyirsə, cavabımız B yox, olacaq Y variantı. 12-ci sualda isə düzgün, belə deyək, make up a sentence cümlə quracağıq. Baxırıq A variantına. 4 ilə başlasaq. Burada cümləmiz belə olacaq uşaqlar. The boys have been playing tennis at the stadium for 2 hours. Oğlanlar stadionda 2 saatdır ki tenis oynayırlar. Bu da aid olacaq, deməli A variantındadır. 4-ə baxırıq. The boys. 5. Have been playing tennis at the stadium for 2 hours. Cavabımız A variantı. 13-cü sualda we got 2 packages and of them were. Baxırıq nəyimizə? Baxırıq xəbərimizə. Xəbərimiz cəmdədir. Cəm xəbər götürən variantlar hardadır? B variantında everydən sonra of gəlməz. One'ın xəbəri cəm olmaz. İçin xəbəri cəm olmaz. No'dan sonra of gəlməz. Cavabımız A variantı. 14-cü sual. Hər iki cümləyə uyğun gələn preposition sözünü soruşur. Was proud ofla işlənir. To be-li ifadələrdir. Is afraid ofla işlənir. Cavabımız Y variantı. 15-ci sualda isə düzgün interrogative sentence, yəni sual cümləsini soruşur. How many pieces of furniture did they buy? Uşaqlar, bundan əvvəlki imtahanda da düşən sualların, belə deyək də, düşən sualın eynisidir. Interrogative sentence. Mübtədanın təyinə və ya mübtədaya sual verdikdə demişdik, köməkçi feil, mübtəda, sonra əsas feil gəlməlidir. Baxırıq, köməkçi feil, mübtəda və əsas feil. Deməli, A variantımız doğrudur. Daha doğrusu birinci düzdür. 2. How many pieces of furniture were bought? Bu da məchula düşmüş formasıdır. Deyir, nə qədər mebel were bought, alındı.
Bəli, were bought deyə bilərik. İkinci də doğrudur. 3-ə baxırıq. How many pieces of furniture bought they? Yanlışdır. Bu cümlənin köməkçi feili yoxdur. 4-də how many pieces of furniture they bought? Bu cümlənin də köməkçi feili yoxdur. Yanlışdır. Cavabımız 1, 2, B variantı. 16-cı sual. Today's weather is fine. The students are going for a walk. Deyir ki, bugün hava əladır və şagirdlər gəzməyə gedir. Heç bir ziddiyyət yoxdur. Belə deyək, bir hərəkət digərinin ardıdır. Yəni davam edir. Bu təbii ki, olacaq B variantı. So, beləliklə deməkdir. Although və though ikisi ayrı-ayrı variantlarda verilə bilməz, çünki bir-birinə bərabərdir. Daha sonra but ziddiyyət olan cümlələri bir-birinə bağlayır. Or isə burada heç bir ayrıcı bir fikir yoxdur ki, biz oradan istifadə edək. Cavabımız olacaq B variantı. 17-ci sualda no one expected the producer. Bu aid olacaq complex object mövzusuna. 1, 2, 3 qrup feillərimiz var idi. Expect isə aiddir 3-cü qrup feillərimizə. Biz demişdik ki, 3-cü qrup feillərdən sonra mütləq to işlənməlidir. Cavabımız Y variantı. 18-ci sualda isə her hair is as deyir. As hansı dərəcədə istifadə olunur? Təbii ki, adi dərəcədə. Adi dərəcədə hansıdır? B variantı. Digər sualımıza baxaq. Passive voice, düzgün, məchul növ soruşur bizdən. How do you make vanilla ice cream cümləsini məchula keçirmək lazımdır. Birinci baxırıq nəyə? Cümlənin zamanına. How do you make? Hansı zamandadır? İndiki zamandadır. İndiki zamandadırsa o zaman keçmiş zamanı çıxaq. B variantı yanlışdır. Daha sonra vanilla sözü təkdədir, düzdürmü? Vanilla sözü təkdədirsə o zaman cəmi də çıx, çünki izlə düzəlməlidir mütləq. Və sual cümləsinin düzəlməsində məchul növ də heç vaxt köməkçi feil və əsas feil yanaşı gələ bilməz. A variantı da yanlışdır. Və to be-nin forması ilə been bir cümlədə işlənməz. Y variantı da yanlışdır. Cavab qaldı C variantı. 20-ci sualda my first day at work was not very good. Mənim deyir məktəbdəki ilk günüm yaxşı deyildi. Yaxşı deyildisə, deməli mən çoxlu səhvlər etmişəm, düzdürmü? Burada çoxlu sözü hansıdır? Təbii ki, Y variantı çoxlu. Very few az deməkdir, yəni yox dərəcəsində etməmişəm. Cümləyə inkarlıq verir. A little da həmçinin. Too much ümumiyyətlə mistakes nədir burada? Mistakes cəmdədir, ona görə ondan istifadə oluna bilməz. Plus a little'dan sonra da biz cəmsini istifadə edə bilmərik. Həm məna cəhətdən, həm də ki özündən sonra gələn ismə görə yanlışdır qrammatik cəhətdən. D variantında isə few deyir. Bəli, few'dan sonra siz cəmsini istifadə edə bilərsiniz. Ancaq belə deyək, cümlənin tərcüməsi uyğun gəlməyəcək. Few deyir, səhv etməmişim. Səhv etməmisənsə günün niyə pis keçir o zaman? D variantı da yanlışdır. Cavabımız Y variantı. 21-ci sualda as his English is excellent, onun ingilis dili deyir möhtəşəm olduğuna görə he find a good job, o yaxşı iş tapa biləcək təbii ki. Burada has find a good job olmaz. Çünki bu heç bir zamana uyğun gəlmir. Has found olsaydı tapmışdır deyərdik, amma bu uyğun gəlmir. C variantında hasn't to deyə bir modal feil yoxdur. Doesn't have isə heç bir zamana uyğun gəlmir. Will not be able-unda to'su yoxdur. Həm də ki, cavab olaraq, belə deyək, tərcümə olaraq da uyğun gəlmir. Deyir, onun ingilis dilisi yaxşıdır, o iş tapa bilməyəcək. Axı, məna cəhətdən də uyğun gəlmir. Cavabımız A variantı. Choose the correct exclamatory sentence. 22-ci sualda bizdən düzgün nida cümləsini soruşur. Nida cümləsi what və how-la olur, bilirik. Baxaq birinciyə. What an amazing places. Başa düşdük. An amazing, bura qədər düzdür. Sadəcə əni vermisənsə, nəyə görə burada places-i istifadə etmirsən cəmdə və yaxud da ki, burada arz yazmısan, bu tərəfdən də yanlışdır. Çünki nida cümlələrinin sonunda biz mübtəda plus xəbər veririk. Xəbər plus mübtəda olmaz. Hər iki tərəfdən yanlışdır. İkincidə isə what an amazing place it is tamamilə doğrudur. What'dan sonra vermirsən sifət plus isim, daha sonra mübtəda xəbər düzdür. 3-də how amazing places are they? Burada nə yanlışdır? Təbii ki, cümlənin sonuna baxsaq, are they xəbər plus mübtəda olmaz. İkinci tərəfdən də
How amazing-dən sonra burada isim gələ bilməz. How amazing the place is 4 tamamilə doğrudur. How-dan sonra sifət vermişik. The place is isə cümlənin mübtədası və xəbəridir. 5-ci cümlədə isə how amazing place is it cümlə sonunda is it gəlibdir. Bu da yanlışdır. Yəni xəbər plus mübtəda yox, mübtəda plus xəbər olmalıydı. Cavabımız nə oldu? 2, 4. C variantı. İndi isə davam eləyirik mətnimizə. Mətnimiz nə haqqındadır? Bir, belə deyək, ənənəvi rəqs haqqındadır, Dmal rəqsi. İndi başlayaq tərcüməyə, daha sonra isə suallarımıza baxaq. Dmal is a traditional dance performed by the Siddhi community in Gujarat, India. Deyir ki, Damal Hindistanın Gujarat şəhərində Siddhi xalqı tərəfindən nümayiş etdirilən ənənəvi bir rəqs növüdür. The ancestors of the Siddhi people came from Africa many centuries ago. Deməli, Siddhi xalqının əcdadları bir neçə il əvvəl Afrikadan gəlmişlər. Although they have adopted the language and many customs of India, some of their African traditions have also been preserved. Deyir, baxmayaraq ki, onlar dili mənimsəmişlər, bir çox belə deyək, Hindistanın mədəniyyətlərini mənimsəmişlər, amma onların belə deyək, Afrika mədəniyyətlərinin bəziləri qorunub saxlanmışdır. In the past, the mal was performed by the Siddhis after returning from successful hunting of wild animals. Keçmişdə damal rəqsi nə vaxt oynanılırdı? Deməli, Siddhi xalqı müvəffəqiyyətli bir ovdan qayıtdıqdan sonra bu rəqsi oynayırmışlar. During the reign of kings, the mal was the main source of entertainment for the rulers. Deməli, burada deyir ki, kralların hakimiyyəti dövründə damal rəqsi hökmdarlar üçün əsas əyləncə mənbəyi idi. But nowadays this folk dance is performed by the farmers when their crop is ready to harvest. Amma bu günlərdə bu deməli xalq rəqsi kimlər oynayır? Məhsul yığımına hazırlaşan fermerlər tərəfindən nümayiş etdirilir. They bent down in the field, make a half circle around the crops and thank God for the crop they get. Deyir, onlar tarlada əyilirlər və belə deyək, yarım dairə yaradırlar, məhsulun ətrafında yarım dairə yaradırlar və onların əldə etdiyi məhsula görə Allaha təşəkkür edirlər. People dance to the music, which is a mixture of African rhythms and Indian traditional music. İnsanlar deməli bu rəqsi oynayırlar. Necə oynayırlar? Həm Hindistan ənənəvi musiqisi, həm də Afrika ritmlərinin qarşılığında oynayırlar. Indian traditional music, burasını oxuduq. The dancers usually paint their faces and wear colorful clothing with peacock features. Deməli, rəqqaslar öz üzlərini rəngləyirlər və onlar tovuz quşu qənədlərindən rəngli paltarlar geyinirlər. A unique feature of this dance is the action of throwing a coconut up into the air and breaking it with the head when it falls. Bu, deməli, rəqsin, belə deyək, ən unikal xüsusiyyəti isə odur ki, deməli, rəqs edərkən kokonat, yəni kakosu, rəqqaslar kakosu göyə atırlar və onlar aşağı düşəndə onu başları ilə sındırırdılar. Another breathtaking act is dancing on the fire. Deməli, digər, belə deyək, nəfəs kəsici, möhtəşəm bir xüsusiyyəti də odur ki, onlar odun üzərində rəqs edirlər. The mal can also be performed in the moonlight. The mal həmçinin, belə deyək, ay işığında da nümayiş etdirilir. The mal, which originated 700 years ago, is performed with some changes today. The mal, hansı ki 700 il əvvəl, belə deyək də, mənşəyi 700 il əvvələ dayanır. O, bugün də müəyyən dəyişikliklərlə nümayiş etdirilir. Belə, mətnimiz artıq bizə aydındır. İndi isə keçdik suallarımıza. 23-cü sualda, the passage is mainly about. Passagimiz nə haqqındadır? Baxaq görək. The traditional dance of the Siddhi people ola bilərmi? Siddhi xalqının ənənəvi rəqsi, təbii ki, cavabımız A variantı.
24-də which statement is true according to the passage deyir, mətnə görə hansı fikir doğrudur. The mall is a modern type of dance in India. Deyir ki, Hindistanda müasir bir rəqs növüdür. Xeyr. Biz dedik axı 700 il əvvələ dayanır mənşəyi. Dancers try to break coconuts with their hands. Deyir, rəqqaslar kokonatları əlləri ilə sındırırdılar, kakosları. Təbii ki, xeyr. Biz dedik axı başları ilə sındırırdılar. B variantı da yanlışdır. The clothing of the dancers is dark. Deyir ki, rəqqasların paltarları dark, qara idi. Xeyr, biz dedik axı tovuz quşu lələklərindən rəngli paltarlar geyinirdilər. Ona görə C variantı da yanlışdır. The mall is always performed at sunrise. Deyir ki, damal rəqsi gün işığında nümayiş etdirilir həmişə. Təbii ki, yanlışdır. Orada biz nə demişdik? Moonlight. Ay işığında. Damal combines African and Indian musical traditions. Bəli, həm Afrika, həm də Hindistan musiqi, belə deyək, ənənələrini birləşdirir. Y variantı doğrudur. 25-ci sualda complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlamalıyıq. Baxaq. Siddi xalqı rejected following Indian customs. Deyir ki, Siddi xalqı deməli, Hindistan ənənələrini rədd edir. Orada elə bir şey yox idi axı. Refuse speaking the Indian language. Deyir ki, onlar imtina edirlər Hindistan dilini danışmağa. Əksinə, onlar özləri də deməli öyrənmişdilər, mənimsəmişdilər. Mətndə danışdıq bu haqda. C variantı performed the mall after bad hunting. Deyir, pis bir ov etdikdən sonra, uğursuz bir ov etdikdən sonra başlayırlar rəqs eləməyə. C variantı da yanlışdır. D variantı have kept some African traditions. Bəzi deməli Afrika ənənələrini qoruyub saxlamışlar. D variantı doğrudur. Have settled in Gujarat recently. Doğru cavabımız D variantı. 26-cı sual. 26-da isə bizdən nə soruşur? Aha. What do the farmers do when their crop is ready? Deyir ki, fermerlər onların məhsulları hazır olduqda nə edirdilər? They pray to God for their crop. Bəli, məhsulları üçün Allaha dua edirdilər. Bir doğrudur. They throw a coconut up into the air. Onlar deyir, kakosu havaya atırdılar. They threw a coconut up into... Xeyr, məhsul yığımında eləmirdilər axı bunu. They burn peacock feathers on fire. Onlar məhsul yığımında odda lələk mi yandırırdılar? Xeyr. Sonra they bent down in the shape of half ring. Bəli. Onlar deməli yarım dairə qururdular. Cavabımız 1-4 A variantı. 27-ci sualda. Write the synonym of the word maintain. Maintain sözünün sinonimini soruşur. Paragraf 1-dədir maintain. Maintain təbii ki preserve olacaq. Özdə biz bunu feil formasında yazmalıyıq uşaqlar. To preserve. Okay? To preserve. Sonunda id yazmırıq. To maintain'in sinonimi to preserve'dür. 28-ci sualda nə soruşur bizdən? Being the only one its kind. Deyir ki, yeganə bir növ olması, yeganə bir növünün olması unique olacaq burada. Unique. Sözümüz unique'dir. Paragraf 3-də tapaq sizin üçün unique sözünü. Unique. Sonra 29-cu sualda isə at least two words according to the passage. Ən az 2 sözü dəyişməklə bu cümləni neynəməliyik? Parafraz etməliyik. Görək neçənci mətndədir at least two words. Paragrafı yazmayıb. During the reign of kings, the mall. Aha, buradadır. Cümləmiz burada. During the reign of kings, the mall was the main source of entertainment for the rulers. Cümləsini necə dəyişə bilərik? Deməli, burada uşaqlar entertainment sözünü dəyişə bilərik. Amusement, enjoyment sözü ilə əvəz eləyə bilərsiniz. Entertainment sözünü sinonimləri ilə əvəz edirik. Amusement, enjoyment əvəz eləyə bilərik. Daha sonra burada məsələn var. Rulers nədir? Kral deməkdir də. Hökümdar, kral. Biz nə yaza bilərik yerinə? King, commander, o da kral deməkdir. Daha sonra nə dəyişə bilərik? Main source of entertainment deyir. Main sözünün yerinə nə yaza bilərik? Major source, most important source əvəz eləyə bilərik. Sonra 30-cu sualda nə soruşur bizdən? 30-cu sualda isə öz sözlərimizlə ən az deməli 3 cümlədən ibarət bir mətin yazmalıyıq. Which dance is your favorite one and why? Deyir, hansı rəqs sənin sevimli rəqsindir və nəyə görə?
Uşaqlar, yazdığınız esseləri aşağıda kommentdə mənə atarsınız. Mən də düzgün variantını sizə göndərərəm və ya doğrudursa, ən azından sizə feedback edərəm.